Hi YouTube, mən Waffle Scorpion. Bugün sizlərə YouTube'a başlama hekayəmi danışacağım. İlk videomda əslində bunu danışmalıydım, amma o ilk videonu tanışmaq məqsədi ilə fikirləşim. Bugün sizlərə dediyim kimi YouTube'a başlama hekayəmi danışacağım. Yine arkada bir gameplay, maraqlı bir video alındıracağımı fikirləşirəm. YouTube videolarına daha doğrusu edit şeysində çox da yaxşı deyiləm, amma əlimdən gələni eləyirəm. Nəysə keçək indi hekayəyə. Mən hardasa düz 10 yaşımdan bəri, yəni 2019-dan bəri bu yana YouTube'a video hazırlayıram, video çəkirəm. Hətta yadımda da ilk kanalımda Escaping the Prison tərzində videolar çəkirdim. İndi bu dəqiqə bəlkə qoyaram videoya. Hə, eləncə o tərz videolar çəkirdim, yükləyirdim, editsiz, zadsız, belə 20 dəqiqə, 25 dəqiqəlik videolar. Yəni oyunu qutarana kimi oynuyordum da. Amma o videolar çox izlənmirdi və səsim olsun, nə bilim, hər şeyim olsun çox pis düşürdü. Yəni səsi promo qeyd aldığım telefondan çıxırdı, onun hoparlöründən çıxırdı. Ona görə də hər şey çox pis idi və təbii ki də izlənmirdi. İş başlarında onlardan başladım. Davam elətdirmədim, amma sonra yəni bir ay eləncəsini çəkdim. Hər 2 gündə, 3 gündə bir video attım, səhv eləmirəmsə və eləncəsində şey elədim. O kanal hələ də durur, amma mən adını yaddan çıxarmışam, ona görə dəqiq deyə bilməyəcəm. Yoxsa linkin zadını qoyardım, gedib baxardınız. Nəysə. Mənim YouTube'da tək bacardığım bir iş olub. 250 abunəyə sahib bir kanalım var. Onu da buraxmışam təbii ki. Çünki onun da işi çətin idi. Yəni çətin dediyim o YouTube kanalında ki içəriğim oydu ki, mən hazırlanmış bir mahnı götürəcəkdim və o mahnıya aid bir klip videosu hazırlayacaqdım. Təbii ki də özüm yox, belə proqramlarla bir video hazırlayacaqdım. Onu da deyəsən 13 ya da 14 yaşımda başlamışdım o kanalı. Deməli, hə, video hazırlayacaqdım eğləncinə və arxaya da var olan bir musiqini qoyacaqdım. Sonra o kanalda belə nə bilim uşaqlıqdan bəri qulaq asdığım mahnıları qoydum. İndi adını yaddan çıxartdım, amma nəysə eğləncinə video mahnıları hazırlayıb qoyurdum. Orada mənim bir dənə videom izləndi. Çox belə dəhşət çox izləndi. Yoxsa o bir videolarımda tuturdu, eləyirdi. O kanala davam eləməməyin də səbəbini deyəcəm indi. Bir dənə videom izləndi. O videoda uşaq mahnısı olan Barbie Girl mahnısı. O mahnıyla hazırladığım video izləndi. 58.000 deyəsən izləndi, səhv eləmirəmsə. Mənim üçün böyük rəqəmdir təbii ki bu. 58.000 izləndi və o video sayəsində 100 ya da 150 abunə gəldi bir video sayəsində. Təbii ki bunda YouTube Studio'dan baxmaq olur. Onun sayəsində belə baxdım, gördüm çox abunə gəlir, çox belə izləndi falan filan. Sonrasında da mən də dedim ki, yox, kanal tutdu, oldu, zırt pırt. Mən də dedim ki, bu kanaldan davam eləyəcəm də, yəni xeyri yoxdur. Sonra nəsə bir ürəyim sıxıldı, belə düzənləmək belə biraz çətin gəldi mənə. Yəni həm də mənasız tapdım da, yəni düz izlənirdi zat. Amma sonrasında fərq elədim ki, böyük mahnılardansa uşaq mahnıları daha çox izlənir. Uşaq mahnıları eləməyə başladım. O nə bilim baby finger, where are you? Beləncə mahnıları yükləməyə çalışdım. Onlar da çox tutdu, amma belə Barbie Girl qədər tutmadı. Sonrası mən dedim ki, beləncə səviyyəsiz işlərlə məşğul olmaqdansa gedim heç olmasa yaxşı bir dənə YouTube kanalı açım ki, həm özümü tanış edeyim, həm bacarıqlarımı edeyim. Məsəl üçün mən yaxşı PUBG Mobile oynayıram, amma heç PUBG Mobile içəriyində bir video, bir YouTube kanalı daha doğrusu heç açmamışdım. Sonrasında dedim beləncə edeyim. O da təbii ki də bu günlərə gəldi. İlk dəfə ki PUBG Mobile içəriyində bir kanal eləyirəm, çünki editindən qorxurdum. Maraqlı eləməliydim editi, amma bacara bilmirdim. Yəni ona görə də çox şey eləyə bilmirdim. Bir editor da tapa bilmirdim özümə ki, yaxınlardan, dost tanışlardan eləyim. 40-50 manat verim, gəlsin editləsin bu videonu. Yəni aylıq 40-50 manat verim, gəlsin editləsin zət. Sonra dedim ki, əşya editləməyi öyrənəcəm. Ya da ki heç video çəkməyəcəm, TikTok eləyirəm, davam edəcəm.
Sonra editləməyi də öyrənə bilmədim bu arada. TikTok ellikdən davam elədim. Gəldim TikTokda yayın açdım, şeylədim, video paylaşdım zat. Orada heç olmasa bacara bilirdim bir şey. Yəni TikTok editini yaxşı eləyə bilirdim. Həm də ki TikTokda şablonlu bir dənə video eləyəsəm vəsiyo qurtarırdı. Amma əyləncəli olmalı idi o video belə. Ya cəlb edici olmalı idi, ya da əyləncəli olmalı idi. Məncə gəldim TikTokdan davam elədim. Amma YouTube'da belə aktiv olduğum vaxtlar 11-12 yaşlarım idi. Yəni YouTube'da sadəcə o yaşlarda aktiv olmuşam. Onlarda belə çox da bir nəticə əldə edə bilməmişəm. Yəni sadəcə o dediyim o video, o kanal daha doğrusu, o kanalda nəticə əldə edə bilmişəm YouTube'da. YouTube'a dair çox bir şeyim yoxdur. Nətər deyim, hekayəm yoxdur. Amma TikTokda daha çoxdur. Çünki mən TikToka 6 ildir, 7 ildir, hətta deyəsən 7-ci ildə mən girdim TikTokda. 7 ildir işlədirəm TikToku. Ona görə çox bir şeyim var da, yəni hekayəm var. Eyni şəkildə YouTube'u da, amma YouTube'da daha çox video çəkməkdənsə videoya baxmağı xoşlayıram mən. Ona görə YouTube'u eləncəndə çox da işlədə bilmirdim. Amma yəni belə ən çox işlətdiyim TikTok olub. YouTube'da yəni dediyim kimi tək o kanalda beləcə bacarıqlı olmuşam. Tək o kanalda bu qədər abunə sayım olub ki, hətta o abunə gördüyüm vaxtı belə həvəslənirdim. Deyirdim, yox, mən başlayacağam, 1 ay keçsin, davam edəcəm, 2 ay keçsin, davam edəcəm, 3, 4, belə 1-2 il oldu. Amma yenə də fikirləşdim ki, təbii ki, başlamalıyam. Çünki bütün sosial media şəbəkələrinə mən başlamışam. Çox belə diqqət yetirmişəm. İndi Instagramda və TikTokda çox fəal deyiləm, amma Instagramda çox belə şeyəm. Hətta Instagram adresimi də açıqlamalara qoyacağam, oradan da takip edərsiniz. Instagramda çox belə aktivəm, amma TikTokda o qədər də aktiv deyiləm. Hətta TikToka şey üçün girirəm. Qovumumla, hətta dostum deyək, qovum deməyək. Dostumla bir tane seri var. Bu videoya baxırsa o biləcək özünü. Serim qurtarmasın deyə girirəm yəni TikToka. Nəysə, bugünlük hekayə bu qədər. Gələn dəfə TikTok hekayəsi gələcək. Əgər sizin də beləncə başınıza bir şey gəlibsə, yəni YouTube'a başlamaq istəmirsinizsə, amma başlayıb sonralardan buraxmısınızsa və yaxud da heç başlamamısınızsa, amma başlamağı tövsiyə edən adamları varsa və sizdə marağınız varsa, rəylərdə bildirə bilərsiniz. Rəylərdə biraz dərdləşək, gülək, əylənək, nəysə. Hələlik bu qədər. Sağ olun, salamat qalın.